kişilər belə məqamda ən axırıncı yola əl atırlar. Həyasızlıq eləyib qadınları borclu çıxardırlar. Bəs demir var, qutar o şey. Nə güləşmirsən, bu cümlədir. Tam ki, mən səndən boşanıram. Boşanıram səndən. Sakit olun. Yox, Sakit kağızı olun. versin, mən arzamı yazmaq istəyirəm. İndi mən şərtləri dəyişirəm. Görürsən, bax, Dilvari, bax, məni birinci gündə tanıyır, mənə kömək edir. Amma sən burada dirəkmirsən, burcum nədir? Ola bilsin ki, ürəyinizdən elə şey keçir, mənə deyə bilmirsiniz. Həmin şeyləri vərəqə yazırsınız, büküb verirsiniz mənə. Mən onu ayrı oxuyacağam. Yazdınız. Aha. Təşəkkür. İndi mən bu vərəqləri oxuyacağam, amma ürəyimdə. Birinci sizin vərəqinizi oxuyacağım Mirvari xanım. Görək, siz nə yazmışsınız? Ay, sən şox. Nəysə, aydın hər şey. Gedin bir həftədən sonra yenə gələrsiniz. Xahiş edirəm, bizi ayrı-ayrı çağırın, doktor. Bizi bir yerdə çağırmır. Gözüm, belə dava düşür. Evdə yaxşıyıq, amma başqa evdə alınmır. Baxarıq yaxşı, gedin.